Salam, xoş gördük, vaxtınız xeyir olsun, müəllimlər, abituriyentlər, müəllimə namizəd olan şəxslər. Bugün sizə isim bölməsi ilə bağlı vacib nələrə diqqət edəcəyimiz daha çox vacibdir. Bu haqda ümumi qeydlərlə bağlı danışacağım. Vaxt keçmədən başlayaq. Yəni pərakəndə olacaq. Yəni standart olaraq mövzu izahı deyil, bəzi qeydlərdir, bəzi çıxarışlardır testlərdən. Onlar haqqında məlumat verəcəm sizə. Başlayaq. Demək ki, əvvəlcə toplu isimlər haqqında danışaq. Toplu isimlər nədir? Bunun məntiqi nədən ibarətdir? Toplu isimlər yadınızda saxlayın ki, ümumi anlayış etibarilə əvvəlcədən bir formada başa düşülən və cəm şəkilçisi olmadan cəmlik məzmununu ifadə edən sözlərdir. Məsələn, ilxı, sürü, el, yəni el burada nə mənada? İnsanlar mənasında və s. Cəmaət, əhali və s. sözləri bunlar cəm şəkilçisi qəbul etmədən cəmlik məzmununu ifadə edə bilirlər. Çünki toplu isimlə cəm isim eyni deyil. Cəm isim demək o deməkdir ki, şəkilçisi qəbul edibdir, larlar. Tək isim o deməkdir ki, cəm şəkilçisi qəbul eləməyib. İlxı, sürü, el sözü, cəmaət sözü, əhali sözü, millət sözü, ordu sözü, bu sözlər cəm şəkilçisi olmadığı təqdirdə tək isimlərdir. Yəni bunlar necə isimlərdir? Tək isimlərdir. Bunları cəmləşdirmək istəyə bilərsənmi? Bəli, eləyə bilərsən. Bunun üçün sadəcə sözə larla cəm şəkilçisini qoşmağın kifayətdir. Toplu isimlərə biz cəm şəkilçisi qoşa bilirik, deməli qoşa bilirik. Qrammatik şəkilçisi qoşa bilirikmi? Bəli, cəm şəkilçisindən ibarət deyil ki, qrammatik, digər qrammatikləri qoşa bilərik. Toplu isimlərə biz bütün toplu isimlərə qrammatik şəkilçisini qəbul etdirə bilirikmi? Bunların içərisində əsas 3 söz bizə təqdim olunur ki, cəmaət, əhali və ictimaiyyət sözləridir ki, bu sözlər əsas etibarilə larları qəbul eləmir, deyir ki, bu bizlik deyil. Cəm şəkilçisinin əsas məntiqi sözü cəmləşdirməkdir. Həmin sözləri isə cəmləşdirmək olmur. Ona görə də biz toplu isimlərdə bu üçünü çıxırıq. Əsas digərlərini cəmləşdirmək mümkündür deyirik. Və toplu isimlərlə bağlı bir məsələni də deyək ki, bəzi sözlər var ki, bizi çaşdırır. Məsəl üçün, salxımdır, meşədir, sonra məsələn, nardır. Bu sözlərin də məntiqində cəmlik anlayışını sanki görmək olur. Meşə məsəl üçün, ağacların bir arada olması çoxluğu göstərir. Salxım məsəl üçün, gilələrin bir yerdə olduğunu göstərir. Bu bizi çaşdırır. Amma burada bir şeyə diqqət eləyək ki, ilxı, sürü, el sözləri niyə topludur? Çünki sonradan bir araya gələnlərin hesabına bu yaranır. Məsəl üçün, atları bir yerə yığıb ilxı, qoyunları bir yerə yığıb sürü, insanları bir yerə yığıb el olublar. Cəmaət, əhali, ordu da bunun kimi. Amma meşə, salxım və yaxud da ki, götürək, nar sözü əzəldən, yaranışdan belə yaranıbdır. Ona görə onları sonradan bir araya gətirib nar, meşə və ya salxıma çevirməmişik. Bu bizim əlimizdə olan bir şey də deyil. Ona görə də meşə, salxım, sonra nar sözləri necə sözlər sayılır? Toplu olmayan isimlər, yəni tək isimlər sayılır, toplu məzmununu ifadə eləmir. Toplu isimlərə leksik şəkilçi qoşa bilərəmmi? Qoşaram. Məsələn, toplu isimdən, nə yazıram mən bura? Toplu isimə, məsəl üçün ilxı. İlxı sözünə qoşaram çı, olar ilxıçı. Artıq bu düzəltmə söz oldu. Burada toplu məzmunu var idi, amma burada toplu məzmunu yoxa çıxdı, yəni söz oldu. Adi bir nəfəri, şəxsi bildirən bir söz. İlxıçı kim? Məsələn, Koroğlu'nun ilxıçısı anlayışını ifadə edir. Onda belə başa düşdük ki, toplu isimlər leksik şəkilçini qəbul edəndə artıq toplu məzmununu qorumurlar, saxlamırlar və tək isimə, daha doğrusu adi bir isimə, ümumi isimə çevrilə bilirlər. Sonra toplu isimlər bir də ki, ümumiyyətlə saxlayın ki, daha doğrusu ismin cəm şəkilçisi ilə bağlı bu yerdə bir məqam istədiyim. Toplu isim, ümumiyyətlə cəm şəkilçisindən belə bir məqam var ki, cəm şəkilçisi lar, lər şəkilçisi fərqli formalarda tələffüz oluna bilər. Yəni, lar forması fərqli 4 cür tələffüz olunur. Məsəl üçün, lardır, rardır, sonra nardır, sonra bir də dar şəkilçisi formasında var. Məsələn, qızlar, qızdar, sonra narlar, narrar. Yəni, bu gördüyünüz rarrar və bunun bir dənə də ə versiyası var da. Lər, rər,
lər, dər formaları da var ki, bu onu göstərir ki, lar şəkilçisi 8 müxtəlif formada tələffüz oluna bilir. Bununla bağlı qabağınıza arası bir test çıxsa bunu yadınızda saxlayın ki, 8 fərqli formada tələffüz olunma deyəndə ağlımıza həmin onların 4 versiyası və digər ə ilə olan 4 versiyası qalsın. Sonra nədən danışaqsa, xüsusi isim, ümumi isim məsələsindən. Xüsusi isim və ümumi isimdə bunu yadınızda saxlayın ki, xüsusi isimlər varlığı, yəni anlayış etibarilə tək olan sözləri, anlayışları fərqləndirmək üçün istifadə olunur. Bunun bir məntiqini nədə yadda saxlayın? Xüsusi isimləri ümumi isim kimi istifadə eləmək ola bilərmi? Bəzi belə sözlərimiz var. O qədər də bizim müzakirə mövzumuz deyil. Amma ümumi isimlər xüsusi isim kimi daha geniş şəkildə istifadə olunur. Məsələn, çiçək sözünü götürək. Çiçək sözü necə ola bilər? Çiçək sözü insan adı, bir də var ki, böyük nə yazım? Çiçək sözü bu oldu nə? Xüsusi isim. Bu xüsusi isim, bu ümumi isim. Amma məsəl üçün mən coşqun sözünü yazıram. Burada coşqun adam adını yazıram. Bu coşqun xüsusi isim olur, amma bu isə sifət olur. Onda belə çıxır ki, coşqun sözü ümumi isimdən xüsusi isimə keçmə deyil. Coşqun sözü sifətdir, amma xüsusi isim kimi istifadə oluna bilir. Yəni mən sizə desəm ki, elə bir xüsusi isim deyin ki, ümumi isim kimi istifadə olunmasın. Məsələn, bunların içərisində siz coşqun sözünü, qorxmaz sözünü, sevil sözünü deyə bilərsiniz. Bəzən verir. Məsələn, içərisində xüsusi isimlər olan sözləri verir. Deyir ki, aşağıdakı cümlələrin hansında xüsusi isim kimi istifadə olunsa da ümumi isim kimi istifadə olunmayan söz var. Məsəl üçün, bu tipli mehriban, coşqun, qorxmaz sözlərini bura verə bilərsiniz. Sonra xüsusi isimlə bağlı bir qeyd də deyim ki, xüsusi isimlərə biz leksik şəkilci qoşanda artıq o xüsusiliyini itirə bilir. Məsələn, götürək ki, Nizami, buna qoysam şünas qoşsam, Nizami şünas. Artıq bu n kiçiklə yazılacaq. Artıq Nizami şünas kiçik hərflə yazılan ümumi isimə çevriləcək. Yəni xüsusi isimdən ümumi isim yaratmaq mümkündür. Bunu nə ilə götürürük? Məhz leksik şəkilçi vasitəsilə götürürük. Bəs ümumiyyətlə ümumi xüsusi isimlər cəmlənə bilərmi? Bəli, cəmlənə bilər. Məsəl üçün Nizamilər, Füzulilər və yaxud da Əhməd Aradadır filmində deyirik, bütün Əhmədləri çağırmışam. Orada layihələr kimi qəbul eləyə bilər. Amma bu o demək deyil ki, bəzən mən deyəndə ki, xüsusi isimlər cəmlənirmi? Daha doğrusu qrammatik şəkildə qəbul eləyirmi? Ancaq nümunə olaraq ağlımıza müəllim Nizamilər, Füzulilər gəlir. Və başqa qrammatik şəkilçi yoxdur ki, Nizamini, Füzulini, nə bilim, Nizamidən, Füzulidən o qədər qrammatik şəkilçimiz var ki, yəni layihələrdən asılı qalmamışıq ki. Onlar da artıra bilərsiniz. Bir də bu məqama diqqət edin. Ben Nizami şünasa çevirdik. Tamam, Nizami şünas oldu. Xüsusi isimdən ümumi isim. Məsələn, Azərbaycanlı sözünə baxaq. Azərbaycanlı. Azərbaycanlı ifadəsinə diqqət edin. Azərbaycanlı sözü Azərbaycan sözündən yaranıb. Azərbaycan sözü xüsusi isim olanda məkan məzmunu bildirir. Amma Azərbaycanlı ifadəsi isə məkanı bildirmir, şəxsi bildirir deyə artıq biz burada ümumi anlayışı, yəni ümumi isim anlayışını öyrəndik. Yəni avtomatik olaraq da söz kiçik hərflə yazılmış olacaq və ya Bakılı və ya Gəncəli sözlərini buna əlavə edə bilərik. Bəs yaxşı müəllim, bizim qabağımıza bu çıxda nətər olur? Məsəl üçün Azərbaycandakı. Müəllim, burada dakı da leksik şəkilçidə. Bəs bu nətər olur? Belə bir şey nə götürək? Yadda saxlayın ki, Azərbaycandakı sözü dakı leksik şəkilçisi vasitəsilə yaranır və dakı leksiki sifət yaradır və niyə görə Azərbaycanlı sözünə leksik qoşub balaca hərflə, amma Azərbaycandakı sözü isə balaca hərflə yox, böyük hərflə qalır. Səbəb odur ki, Azərbaycanlı ifadəsi hələ də məkanlığını qorumadı. Yəni ona görə də onu bir şəxsə çevirdi. Amma Azərbaycandakı hələ də məkanlıq anlayışını ifadə edir. Yəni Azərbaycan Respublikasının adını bildirməkdədir. Ona görə də biz Azərbaycandakı ifadəsini kiçik hərflə, Bakıdakı, Gəncədəki, Şəkidəki və sair sözləri kiçik hərflə yox, böyük hərflə yazmalıyıq. Bu məqam orfoqrafiya sualı olaraq qabağımıza çıxarıla bilər, bizi çaşdırar. Nədir? Orada leksik şəkilçi var axı, ona görə. Daha sonra davam edirik nə ilə? Əlavə olaraq bunu deyəcəm ki, qrammatik şəkilçi ilə bağlı bir məsələmiz var. İxtisarlarla qeyri-müəyyən vəziyyətlərə gəlin diqqət edək. Bu məqamı diqqətimizə çatdıraq. Bax, məsələn, yazır kitabı, qələmi, bir də dəftəri. Dəftəri aldım.
Bu cümlədə kitabı, dəftəri, qələmi bunlar görürük ki, tamamlıqdır. Tamamlıqdır və tərkibində də nələr var? Təsirli halın şəkilçisi var və təsirli halın şəkilçisi varsa, bunlar müəyyən təsirlik hal hesab olundu. Bu onlar yaz yerində. Bəs yaxşı, mən bunları müəyyən təsirlik hal dedim. Və qeyri-müəyyən təsirlik halda necə olardı bu? Onda belə olacaq. Kitab, dəftər, qələm aldım. İndi burada da kitab, dəftər, qələm ifadələri hansı halda oldu? Qeyri-müəyyən təsirlik halda oldu. Demək, yuxarıdakı müəyyən təsirlik, bu da qeyri-müəyyən təsirlik haldadır. Aha, indi demək ki, yuxarıdakı qeyri-müəyyən, bu da müəyyəndədir. İndi mən belə bir şey yazıram. Yazıram kitab, dəftər, qələm, bunu da fərqli bir rəng seçək. Qələm aldım. Fikir versək, burada bircə dənə mən qrammatiki saxladım, amma bu birisilərdən isə ixtisar elədim. Onda belə çıxırmı ki, burada bu iki söz qeyri-müəyyən təsirlikdə, bu söz isə müəyyən təsirlikdədir. Xeyr, yoldaşlar. Bu üç sözün üçü də müəyyən təsirlik haldadır. Səbəb nədir? Çünki bunların üçündə də əslində var. Sadəcə olaraq mən ixtisar eləyərək axırıncıda saxlamışam. Yəni bu məqsədli ixtisardır. Yəni qısacası ixtisar etmək qeyri-müəyyən hal demək deyil. İxtisar eləyəndə axırıncını saxlamaqla əvvəlkilərdən onu götürürsən. Bu müəyyən təsirlik haldadır. Bu da, eyni zamanda bu da. Üçü də müəyyən təsirlik haldadır. Bunun üçü də qeyri-müəyyəndir, bunun üçü də yenə də müəyyəndir. İndi ona görə də diqqətli oluruq bu məqamda. Bir məqama da diqqət çəkmək istəyirəm. Məsələn yazır. Məşhur nümunə almasın, heyvasın, narın görmədim. Narın. Yəni burada fikir versiniz. Narın, heyvasın və almasın. İndi bunu da bir dəqiqə, görsək burada axırda nə qalıb? Bitişdirici qalıb. Normalda bu nədir? Alması, bitişdirici üçüncü şəxsdə qoşulur da. Heyvası, narı. Niyə axırda bu bitişdirici n-lar burada qalıb ki? Ona görə qalıb ki, əslində bunları ixtisara salmışam deyə, bunları almasını, heyvasını, narını, ılar ixtisara gedib, amma burada üçündən də ixtisar eləmişik. Normalda üçündə də olmayanda biz bunu qeyri-müəyyən götürməliydik. Həmciz qeyri-müəyyən təsirlik halları idi. Burada isə müəyyən idi, əvvəlkilərdə qalıb. Burada üçündən də ixtisar olunub. Amma burada belə deyək də, bunlar ixtisara getsə də bunların bir növ desək, nəyisə burada qalıb. Yəni n-sı. Niyə bir sözün axırı bitişdirici ilə bitsin ki? Deməli bitişdirici ilə bitirsə, demək ki o ixtisara gedibdir. Müəllif yazanda ixtisar eləyibdir. Ona görə yoldaşlar, bunlara da biz nə deyirik? Yenə də eyni qaydada müəyyən təsirlik hal deyirik. Niyə müəyyən təsirlik hal deyirik? Çünki orada bitişdirici bizə işarə eləyir ki, mən burada qəsdən düşürülmüşəm. Yəni burada qeyri-müəyyən vəziyyəti yaratmamışıq. Bu belə. Sonra gəldik nəyə? İsimlə bağlı belə bir məqam verir. Deyir ki, aşağıdakı hansı cümlədə isim insan anlayışı ifadə etsə də özünə məxsus olmayan sual, yəni belə suala cavab verib. Məsələn, bunun örnəyi budur. Deyirəm ki, maşın üçün, maşını düzəltmək üçün usta çağırdıq. Çağırdıq. Yəni buradakı usta sözü əslində hansı haldadır? Maşın düzəltmək ustanı çağırdıq. Bu qeyri-müəyyən təsirlik haldadır. Tamam. Bu qeyri-müəyyən təsirlikdədir. Usta n-dır da əslində. Bunun elə bir ki, xəyalən n bitişdirici ı mənsubiyyəti təsirliyi var. Amma mövcud vəziyyətdə qeyri-müəyyən təsirlik halın bir dənə sualı var. O da nə sualıdır? Yəni fərqi yoxdur. Burada normalda usta qıraqda kim sualına cavab verirsə də, qeyri-müəyyən təsirlik halda, lap yiyəlik halda da, qeyri-müəyyən yiyəlik halda da usta sözü həmişə nə sualına cavab vermək məcburiyyətindədir. Ona görə də siz qeyri-müəyyən təsirlik hal dedinizsə, suala sözün belə deyək də, xüsusi isim, ümumi isim olmasına baxmırsınız. İnsan anlayışı, heyvan anlayışı, cansız anlayışı fərqi yoxdur. Baxmırsınız, sadəcə ona nə deyirsiniz? Deyirsiniz ki, bu nə sualına cavab verir. Məsələn, Nizami oxudum. Nə oxudum?
Nizamini oxudum, tamam, kimi? Amma Nizami oxudum, yəni əsərlər oxudum da. Nizami oxudum, nə oxudum deyəcəksən. Müəllim, niyə belə olur ki? Olur da, yəni belə şeylər də olur. Onu qəbul etmək lazımdır. Sonra gəldik müəllimlər nəyə? Gəldik indi növbəti məsələ. Yönlük halla bağlı bir məsələni deyəcəm sizə. Yönlük hal normalda istiqamət məzmunu bildirir, amma bəzən yönlük hal işlənir nümunədə, amma yönlük halda məzmun ifadə eləmir. Məsələn deyirəm ki, kitabı məsəl üçün 10 manata yönlük hal aldım. Burada 10 manata sözü yadınızda saxlayın ki, nə deyil? Yəni bir istiqamət, bir yönəlmə məzmunu yoxdur. Amma yönlük haldadır. Ha? Yəni qrammatik baxımından soruşsa ki, yönlük halda söz varmı? Var. Niyə yoxdur ki? Götürürsən. Amma yönlük haldadır, amma yönlük məzmununu ifadə eləmir. Bu da yadınızda qalsın. Sonra yönlük hal dəqiq istiqamət bildirir. İndi bu ayrı nümunə deyirəm. Məsəl üçün biri var deyirsən, məktəbə gedirəm. Bir də var deyirsən, məktəbə tərəf gedirəm. Yoldaşlar, baxın, məktəbə gedirəm deyəndə dəqiq bilirsən ki, getdiyin yer məktəbdir. Amma məktəbə tərəf gedəndə bu doğru, dəqiq məlumat, daha doğrusu dəqiq məlumat deyil. Niyə? Məktəbə tərəf gedəndə məktəbə getdiyin əmin deyil. Bəlkə eviniz məktəbin yanında, bəlkə orada bir mağaza var, ora gedirsən. Ona görə də bəzən belə verilir ki, qoşma bəzən yönlük hala qoşulanda qoşmanın, daha doğrusu yönlük halın verdiyi dəqiq istiqaməti pozur. Yəni qeyri-müəyyənlik yaradır. Bu nümunə qabağınıza çıxsa, gedib götürün, düz çıxacaq. Sonra bu məqama da diqqət eləyin. Yönlük halın qoşulduğu bəzi sözlərdə sözün kökündə fərqli tələffüz ola bilər. Məsələn, bu məşhur nümunədir. Deyirik, nənəyə tələffüzdə nə olacaq? Nəniyə formaya çevrilir. Amma burada diqqət eləyin. Fərqli tələffüz şəkilçidə deyil, fərqli tələffüz kökdədir. İndi testlərdə bəzən yazırlar ki, həm çıxışlı halda, həm də yönlük halda şəkilçidə fərqli tələffüz baş verir. Yox, çıxışlı halda bəzi nümunələrdə nan kimi tələffüz olunur, məsələn. Amma siz götürüb deyə bilməzsiniz ki, nənəyə sözündə də şəkilçidə olur. Şəkilçidə baş vermir. Yönlük halda yönlük halın şəkilçisi fərqli tələffüz olunmur. Sözün başqa hissəsinə fərqli tələffüz oluna bilər, əvvəlində, ortasında, arasında. Amma yönlük halın ə şəkilçisində, A şəkilçisində fərqli tələffüz baş verməyəcək. Sonra müəllimlər əlavə nəyi deyərik bura? Gəlin burada bir də deyək nəyi? Adlı halla bağlı bir məqamı deyim. Adlı hal cümlədə hansı cümlə üzvləri ola bilər? Yəni adlı hal mübtəda olur. Adlı hal qoşma ilə işlənib tamamlıqda olur. Adlı hal qoşma ilə işlənib zəflikdə olur. Adlı hal qoşmalıdan da, qoşmasız da cümlənin xəbəri də ola bilər. Adlı hal cümlədə zəif hallarda təyin olur. Təyin olmasının bəs nümunəsi nədir? Ən çox belə yadda saxlayın. Material bildirən sözlər təyin ola bilər. Məsəl üçün qızıl, gümüş, dəri, daş və s. Məsəl üçün qızıl üzük, gümüş bilərzik, dəri çanta, daş divar kimi ifadələrdə siz adlı halda olan ismi cümlənin təyininə çevirirsiniz. Sizə desək ki, isim nəyinə, daha doğrusu təyin nəyinə ifadə olunub, deyirsən isimlə. Hansı halda isimlə? Adlı hallı isimlə. Normalda təyin roluna girə bilən isim halı adlı hal hesab olunur. Bu belə. Bəs sual olsa ki, müəllim, ismin başqa halı təyin rolunda çıxış eləyə bilərmi? Bax, bunu çox nadir hallarda görə bilirik. Az hallarda görürük də, yəni belə deyək. Məsəl üçün deyirəm ki, 3-cü növ təyin söz birləşməsində bizim həyətimiz. 3-cü növ təyin söz birləşməsindən bu imizi pulla o tərəfə, yəni bu imizi silək, onda bizim həyət olacaq. Bizim həyətə təyin deyəcəksən. Onda yəlik hallı söz, yəni isim olmayan yəlik hallı söz, yəni əvəzlik olur cümlənin təyin edici ifadəsi. Bu qədər. Bəs yaxşı, başqa ola bilərmi? Məsələn, bəzi hallarda belə çıxışlı halın təyin rolunda nümunələrinə də rast gəlir, amma bu çox da qabağımıza çıxmaz. Məsəl üçün deyirəm ki, dostlarımdan İsmail gəldi. Hansı İsmail gəldi? Dostlarımdan. Yəni biz bunu bu vəziyyətdə də təyin rolunda bəzən götürə bilərik.
Sonra ardınca nə edək? Bir də ismin cümlədə sintaktik funksiyası və ya sintaktik vəzifəsi. İsim cümlədə nə olur? Ən çox mübtəda olur da, yəni mübtəda tamamlıq olur, xəbər roluna girə bilir. Amma isim cümlədə elə varsa, deməli mütləq cümlə üzvüdür. Xeyr. İsim üçüncü növün içində ola bilər, fe'li birləşmənin içində ola bilər, xitabın içində ola bilər, ara sözün içində ola bilər. Ona görə diqqətli olursunuz. Məsələn, sintaktik vəzifə və sintaktik funksiyanı deyim sizə. Deyirəm ki, Həsən bizə kömək et. Kömək et. Həsən bizə kömək et. Həsən burada nədir? Xitab. Nə baxımdan xitabdır? Sintaktik baxımdan xitabdır. Amma Həsən hansı haldadır? Adlı haldadır. Demək ki, bunun adlı halda olması onun nitq hissəsinə mənsubluq, onun morfologiyasıdır. Bunun sintaktik vəzifəsi varmı? Müəllim yoxdur. Niyə? Çünki müəllim axı bu cümlə üzvü deyil. Cümlə üzvü deyilsə, deməli sintaktik vəzifəsi yoxdur. Yadda saxla. Sintaktik vəzifə başqa şeydir. Cümlə üzvü olmaq başqa şeydir. Sintaktik vəzifə cümlədəki sözlərin hər birinin sintaktik vəzifəsi var. Məsələn götürək. Kitabın üzü birləşməsində kitabın sözündə kitab sözü, üz sözü hərəsinin özünün sintaktik vəzifəsi var. Bu üçüncü növün birinci tərəfidir, bu da ikinci tərəfidir. Bu onun sintaktik vəzifəsidir. Amma kitab sözü ilə üz sözü müstəqil cümlə üzvüdürmü? Deyil. Amma vəzifələrimi varmı? Var. Həsən sözünün sintaktik vəzifəsi nədir? Xitab olmaq. Cümlə üzvüdürmü? Xeyr. Onda belə çıxır ki, cümlədə hər hansı bir söz sintaktik vəzifə daşıyır. Sadəcə olaraq cümlə üzvünün olub-olmaması da var. Məsələn, əgər Həsən mübtəda olsaydı, deyərdin həm sintaktik vəzifəsi var, həm də cümlə üzvüdür. İkisini də deyərdin. Amma bu xitabdır deyə cümlə üzvü anlayışını yox, amma sintaktik vəzifə anlayışını hə deyib keçirsən. Sonra başqa nə deyə bilərik? Hə, isimlərdə isimlərin daha doğrusu qrammatik şəkilçini qəbul etmə ardıcıllığına baxaq. Ümumiyyətlə yadda saxlayın ki, qrammatik şəkilçilər, isimlərdəki qrammatik şəkilçilər 4 dənədir. Ardıcıllığı da belədir. Cəm, mənsubiyyət, hal və xəbərlik. Demək ki, hər hansı bir sözə ismə məxsus şəkilçilər qoşuruqsa, onu bu ardıcıllıqla qoşmalıyıq. Bu ardıcıllıqla, yəni 4 qrammatik şəkilçinin 4-ünü də qəbul edən bir neçə halımız var. Və biz bunları bilirik. Bu çıxışlıq hal 4-ünü də qəbul edir. Yönlük hal 4-ünü də qəbul edir. Yerlik hal 4-ünü də qəbul edir. Müəyyən yiyəlik hal 4-ünü də qəbul edir. Amma təsirlik hal 4-ünü də qəbul eləmir, 3-ünü qəbul edir. Adlıq hal 4-ünü də qəbul eləmir, 3-ünü qəbul edir. Deyə bilərsiniz niyə? Çünki təsirlik hal cümlədə heç bir zaman xəbər olmur. Ona görə bu xəbər şəkilçisini qoşa bilmədiyimə görə onun tərkibində bu üçünü görmək mümkündür. Adlıq halda isə cəm görülə bilər. Adlıq halda mənsubiyyət də görülə bilər, xəbərlik də görülə bilər. Bunun tərkibində isə hal şəkilçisi olmur. Axı biz hər birimiz bilirik ki, adlıq halın xüsusi şəkilçisi yoxdur. Ona görə yoldaşlar, isimin 4 müxtəlif qrammatik şəkilçisini eyni anda qəbul eləyə bilən hallar məhz bu formada göstərirlər. Orada 2 halı 3 vəziyyətdə götürə bilirik. Təsirlik xəbərlikdən məhrumdur, adlıq isə haldan məhrumdur. Belə qəbul elədik. Sonra nəyi əlavə eləyim bura bir də sizə? Ümumiyyətlə, məsələn, belə nümunə verir. Deyir ki, Gəncə şəhəri. Gəncə şəhərində Gəncə sözü hansı suala cavab verir? Müəllim, hara sualına cavab verir? Xeyr. Axı Gəncə şəhəri ikinci növ təyinli söz birləşməsidir. Birinci tərəf hansı haldadır? Qeyri müəyyən yiyəlik haldadır. Qeyri-müəyyən yiyəlik halında sualın nə oldu? Nə sualı? Ona görə Gəncə nə sualına cavab verir? Bu bütün birinci növ təyinli söz birləşmələrinin birinci tərəfinə şamil edilir. İstiqlaliyyət günü, məktəb partası, məktəb direktoru və s. və s. və s. Sonra ardınca nəyə nəzər yetirək yoldaşlar? Məsələn, nümunə verir. Deyir ki, dilimizdə axı bayaqlar hansı sözləri yazdım? Məsələn, cəmaət sözünü yazdıq da. Cəmaət. Cəmaət sözü nə edə bilmir? Cəmaatlar olmur da, əhalilər olmur, ictimaiyyətlər olmur.
İndi bizə belə bir qayda ver. Deyir ki, cəmaət sözü, əhali sözü və ictimaiyyət sözlərindən başqa bütün isimlər cəmlənir. Bu düzdürmü? Bu yanlışdır. Məsələn, bəzi mücərrəd mənalı isimlər var. Məsələn, müəllimlik. Sözə lər artırsan səhv olar. Və ya mühəndislik, nə bilim, həkimlik. Bu sözlər mücərrəd məzmununu bildirən, peşə sənətin adlarını bildirən sözlərdir və bunlar cəmlənə bilmir. Onda belə çıxır ki, cəmaət, əhali və ictimaiyyət sözlərindən başqa bütün isimlər cəmlənir fikrini bunlar səhv çıxardır. Məsələn, müəllimlik sözü cəmlənməyərək bu qaydaya zidd görünə bilir. Sonra gəldik nəyə? Məsələn, belə suallar qabağımıza çıxa bilər, belə nümunələr qabağımıza çıxa bilər. Deyir ki, zəhlə tökən. Məsələn, bu söz var. Zəhlə tökən, baş bilən, baş bilən. Dostlar, bu sözlər yadınıza saxlayın ki, axırı an, ənlə qutarır deyə bizi çaşdırır. Deyir, ay müəllim, bu feil sifətdir. Xeyr, bunlar sifətdir. Sifət. Bunlar sifətdir. Sən bunun böyrünə zəhlə tökən lik artırsan, baş bilən lik artırsan, onda bunlar çevriləcək olacaq isim. Onda nədən nə yaranır? Feili sifətdən isim yaranır? Yox. Təbii ki, deyəcəksən ki, sifətdən isim düzəldən sözlərdir. Yəni lık, lik qoşmuşam, zəhlə tökənlik, baş bilənlik ifadələrini yaratmış olacaq. Amma yox, əgər belə bir şey verilsə, məsələn, zəhlə tökən, zəhlə ilə tökmə ifadəsi, mənim zəhləmi tökdü ifadəsini işlədir. O frazeoloji birləşmədir. Ümumiyyətlə, onu bunların içərisinə qatmırıq. Bitki yazılanda sifət, yerdə qalan vəziyyətlərdə sifət götürmürsünüz. Sonra belə bir nümunə deyim sizə. Bəzən yazır ki, aşağıdakı hansı nümunədə məsəl üçün isim müstəqil təyin rolunda çıxış etməmişdir. Cümlədə təyin var, amma isim müstəqil təyin rolunda çıxış etməyibdir. Məsələn, yazır ki, daş divarları dağıdan insanlar. Bizi dinləmədilər. Demək ki, insanlar hansı insanlar? Daş divarları dağıdan. Bunun hamısı feil sifət tərkibidir və cümlədə təyin var. Amma daş sözü müstəqil təyindirmi? Xeyr. Cümlədə adlı xal var? Var. Daş sözü adlı xaldadır. Yəni təyin edici funksiyada işlənən daş sözüdür, amma müstəqil cümlə özüdür, çünki tərkibin içərisindədir. Amma normalda daşdır və yaxud da material bildirən sözlər, bu sözləri normalda təyin roluna çıxış elətdirə bilərik. Sonra başqa nə deyə bilərik? Burada gəlin bu diqqət eləyəcəyimiz bir məqam var. Bunu da mən sizə deyim. Məsələn, qeyri-müəyyən təsirlik halda və belə bir nümunə verir. Normalda məsələn yazaq nəyi? Mən sənə hədiyyə aldım. Mən sənə hədiyyə aldım. Aldım, nə aldım? Hədiyyə aldım. Mən, kimə, sənə. Hədiyyə sözü nə sualına cavab verdi? Bu hansı haldadır? Qeyri-müəyyən təsirlik haldadır. Qeyri-müəyyən təsirlik halda olan bu söz müəyyən təsir yala çevrilərmi? Çevrilər. Mən sənə hədiyyəni aldım. Bəs mən nə bilim ki, bu qeyri-müəyyən təsirlik haldadır, yoxsa adlı haldadır. Elə olan halda bunu cümlənin əvvəlinə də gətirib qoya bilərsən. Hədiyyə mən sənə aldım olmur da, hədiyyəni mən sənə aldım. Avtomatik olaraq qeyri-müəyyən təsirlik hallı sözü xəbərin yanından və ya feilin yanından uzaqlaşdıranda, onda həmin o söz müəyyən təsirli hala çevrilir. Əgər o adlıq olsaydı birbaşa təsirliyə çevrilməzdi. Deməli, qeyri-müəyyəndir ki, müəyyənə çevrilir. Deməli, qeyri-müəyyən olduğu belə sübut olundu. Başqa. Siz bunun əvvəlinə o, bu, həmin sözlərini qoya bilərsiniz. Bax, bu sözlərə deyilir hansı sözlər? Müəyyənləşdirici sözlər. Müəyyənləşdirici sözləri ora qoyanda avtomatik bu istəsək də istəməsək də müəyyənə çevrilir. Baxın, mən sənə o hədiyyə aldım yox, o hədiyyəni, bu hədiyyəni, həmin hədiyyəni aldım. Onda belə çıxır ki, qırağa yazıram həmin hədiyyə.
Həmin hədiyyə ifadəsi yadda saxlayın ki, cümlədə aldım sözü, yəni təsirli feillə əlaqələndirsə, aldım ifadəsi əlaqələnəndə avtomatik bunu hədiyyəni olacaq. Onda gördüyümüz kimi belə çıxır ki, əvvəlində o, bu, həmin sözləri olan təsirlik hal heç bir zaman nə olmaz? Müəyyən təsirlik hal, qeyri-müəyyən təsirlik hal ola bilməz. Əgər əvvəlində müəyyənləşdirici söz işlənibsə, deməli ona mütləq şəkildə necə təsir əldə etməlisən? Müəyyən təsir əldə etməlisən. Çünki istəsən də qeyri-müəyyən formada işlədə bilməyəcəksən. Bununla bağlı imtahanda istifadə olunan bir sual var idi. Deyir ki, həmin sürücü bunu vermişdi, müxtəlif söz birləşmələri veribdi. Deyir ki, aşağıdakı hansı söz birləşməsinin əsas tərəfi, yəni ikinci tərəfinə əsasən deyə bilərik ki, həmin, yəni birləşmənin ikinci tərəfi heç bir zaman qeyri-müəyyən təsirlik halda işlənə bilməz. Axı həmin sürücünü sən təsirli hal formasına salsan, axı o nə olacaq? Müəyyənə çevriləcək. Demək ki, bunu sən qeyri-müəyyən təsirli hala çevirib cümlədə işlədə bilməzsən. Məcbursan ki, bunu həmin sürücünün formasında eləyib işlədəsən. Axı əvvəlinə o, bu, həmini qoyanda o müəyyənə çevrilir. Məcbursən də onu müəyyənə çevirməli olursan. Sonra ardınca nəyə deyə bilərik? Sonra başqa nümunə nə deyə bilərik? Hə, bu nümunəni dedik. Tamam, başqa görə ağlıma nəsə gəlirmi onu deyim sizə. Hə, indi belə bir sözlərimiz var. Bu hansı sözlərdir? Digər sözlərin, məsələn, sifətin, sayın, zərfin isimləşməsi. Onlar isimləşirlər, onlar isim olmurlar. Məsələn, yazıram ki, mən gecələr gəzirəm. Gəzirəm nə vaxt, nə zaman? Gecələr. İndi demək olarsa, burada gecələr gəzirəm nə vaxt, nə zaman? Gecə sözü burada isimləşibdimi? Xeyr. Amma gecə sözü normalda burada zərfdir. Amma cəm şəkilçisi qəbul edilib. Yəni, hər gecə gəzirəm mənasını vermək üçün belə işlədirəm. İndi bəs yaxşı, mən buna gecələr gəzirəm ifadəsini istifadə eləyib. Deyə bilirəmmi ki, ismə məxsus olan şəkilçi qəbul eləyib, amma isimləşməyən söz ola bilər. Bəli, ismə məxsus olan şəkilçini qəbul edib, amma isimləşməyib. Amma bir də var deyirəm ki, gecələr dərdimə dərmandır. Nə? Gecələr. Gecələr dərdimə dərmandır. Nə gecələr? Gecələr sözü burada nədir? Mübtəda rolunda çıxış eləyibdir. Sonra, yəni burada isimləşmə yoxdur. Gecə sözün özü ilə isimdir. Başqa nə deyə bilərik? Adlı xallı söz cümlədə zəflik ola bilərmi? Adlı xallı söz cümlədə zəflik ola bilər. Məsələn, tərz hərəkət. Deyirəm ki, atası kimi ağıllı idi. Ağıllı idi. Necə ağıllı idi? Atası kimi ağıllı idi. Sonra başqa nə verə bilərik bura? Hə, belə bir nümunələr verir bəzən testlərdə qabağınıza fikir olaraq çıxa bilər. Və yazır ki, hansı sözlərin əvvəlinə siz mənsubiyyət şəkilçiliyi, daha sonra yəlik halda olan isim artıra bilməzsiniz. Məsələn, yazır ki, kitabım, kitabın, kitabımız, kitabınız. Bax, bu sözlərin qarşısına yəlik hallı ancaq əvəzlik artırmaq olar. Əvəzlik artıra bilərsiniz. Niyə? Kitabım mənim, kitabın sənin, kitabımız bizim, kitabınız sizin. Ancaq üçüncü şəxsdə olan kitabı birləşməsində sən onun da deyə bilərsən, əlinin də deyə bilərsən. Görsən, deməli, ikinci və birinci şəxs deyək də, yəni birinci və ikinci şəxsin, təkinin də, cəminin də qarşısına yəlik hallı sözü ancaq əvəzlik formasında artırmaq olur. Amma üçüncü şəxs isə universal olduğuna görə əvəzlik də qoya bilərsən, bir sifət də qoya bilərsən isimləşdirib, bir isim də qoya bilərsən. Orada isə məhdudiyyət yoxdur. Bunu da ağlımızda saxlayaq.
Sonra ardınca mən bir məsələni də deyəcəm. Bu da bizi çaşdıran məqamdır. Bəzən yazır, deyir ki, hansı cümlədə sözü hansı belə deyək də şəxsdə olduğunu demək olmur. Məsələn yazır ki, kitabını almışdı. Almışdı. Kitabını almışdı. Sənin bunun əvvəlinə onun və sənin sözlərini qoya bilərəm. Sənin kitabını almışdı, onun kitabını almışdı. Əgər sənin sözü ilə əlaqədə götürürsənsə, burada şəkilçiyə ın deyəcəksən. Sənin kitabın. Əgər onun sözü ilə münasibətdə götürürsən, burada da şəkilçiyə ı deyəcəksən. Onun kitabı. Aydındır, yəni burada bu məqama diqqət edirik. Onda. Bəs bu axırıncı ı nədir? Bu təsirlikdir. Onda yoldaşlar, nəyə diqqət edirsiniz? Deməli, sən onun sözü ilə bunu götürürsənsə, buna təsirlikdir. Burada mənsubiyyətdir, onun kitabı. N nədir? Bunda bitişdirici olur. Amma sənin kitabın olanda ı onsuz da yenə də təsirlikdir. Amma burada gördüyünüz kimi ı-nın özü mənsubiyyət şəkilçisidir deyə siz buraya n-ya artıq bitişdirici deyə bilməyəcəksiniz. Ona görə sizə bunları vermədiyi təqdirdə, yəni onun və sənin sözlərini vermədiyi təqdirdə sizə desə ki, bu sözün tərkibində bitişdirici samit var, sən deyərsən ki, dəqiq deyil. Niyə? Çünki oradakı n bitişdirici o zaman olur ki, üçüncü şəxsdə işlənsin. Oradakı n o zaman mənsubiyyət şəkilçisinin tərkibi olur ki, onda da ikinci şəxsdə işlənsin. Mövcud vəziyyətdə bu sözün tərkibinin hansı formada təhlil olunduğunu dəqiq demək olmur. Yəni şəkilçi ındır yoxsa ıdır, onu dəqiq demək olmur. Onu ancaq əvvəlində ya sənin söz olmalıdır, ya da onun və ya üçüncü şəxs olan hər hansı bir söz olmalıdır ki, onu dəqiqliklə deyə biləsən. Ona görə bu sözün halını dəqiq, daha doğrusu bu sözün neçənci şəxsə aid olduğunu dəqiq demək olmur. Amma halını demək olur, diqqətli olun. Halı nədir? Təsirlik hallarda bu bəllidir artıq. Sonra indi sizi çaşdıra bilər nə ilə? Deyər ki, məsələn belə bir şey yazır. Əli uşağını həkimə apardı. Belə bir cümlə verir. Deyir ki, aşağıdakı hansı cümlədəki bu altına xətt çəkilmiş sözün dəqiqləşdirmək üçün əvvəlinə öz sözünü artırmaq lazımdır. Bir də belə yazıram. Biz uşağımızı həkimə apardıq. Bax, bu boşluğa ikisinə də öz sözünü artıra bilirsən. Rahat. Sən özü burada qoy, biz öz uşağımızı həkimə apardıq. Əli öz uşağını həkimə apardı. İndi məsələ nədir? Deyir ki, hansında mütləq dəqiqləşdirmək üçün özdən istifadə edə bilərsən. Burada özdən istifadəyə ehtiyac yoxdur. Niyə? Zaten biz uşağımızı aparmışıq. Uşağımız bizimdir də onsuz da. Bunun şəxsi dəqiqdir. Neçənci şəxsdir? Biz. Demək, birinci şəxsin cəmi. Amma burada isə Əli uşağını həkimə apardı. Əli bəlkə sənin uşağını aparıb. Bəlkə özünün uşağını aparıb. Əli bəlkə Vəlinin uşağını aparıb. Dəqiq deyil. Ona görə sən bura özü qoyursan ki, fikir tam dəqiq olsun. Əli öz uşağını həkimə apardı. Belə yazanda isə uşaq həqiqətən də Əlinin olduğu bəlli olur. Ona görə də bəzi bu tipli cümlələri verib deyir ki, hansı cümləyə öz sözünü qoysaq, fikirdəki qeyri-müəyyənlik aradan qalxar. Bu məqama diqqət eləyin. Sonra hansı məqama diqqət eləyə bilərik? Bir dəqiqə. Bu məsəl üçün o ikinci hecası düşmə məsələsi var da. O var da isim, cisim, ağıl, sinif belə sözlərimiz var. Bu sözlərdə nəyə diqqət eləməyimiz lazımdır? Məsələn, buna birinci qrup sözlər və ikinci qrup sözlər deyək də. Birinci qrup sözlər olsun alınmalar, ikinci qrupda millilər. Bu birinci qrup sözlərə qayda budur ki, həm hal, həm də mənsubiyyət şəkilçisini saitlə başlayan qoşanda düşmə hadisəsi baş verir. Amma bura isə yalnız
mənsubiyyət şəkilçisi saitlə başlanan mənsubiyyət qoşanda düşmə hadisəsi baş verir. Məsələn deyirəm ki, ağıldan üstün heç nə yoxdur. Ağıldan üstün heç nə yoxdur. Burada görürsüz, daha doğrusu saitlə başlanan artıraq. Ağılın üstün olmadığı heç nə yoxdur. Belə bir cümlə işlətdim. Ağılın üstün olmadığı. Buradakı ın şəkilçisi nədir? Yiyəlik hal. Niyə yiyəlik halı? Çünki burada düşmə olmayıb. Amma deyirəm, sənin ağlın olsaydı bunu eləməzdin. Burada gördüyünüz kimi bax, bu hissədən düşmə baş verib. Deməli, buna dəqiqliklə nə deyə bilirəm? Mənsubiyyət deyə bilirəm. Yəni, bu ikinci qrupda olan sözlərdə sözün halını dəqiq söyləmək olur, amma alınma sözlərdə demək olmur. Məsəl üçün, deyək ki, cisim sözü, sən bunu artır, cismdən. Mən niyə samitlə başlayan artırıram ki, bir dəqiqə. Cismin. Bu problem ən çox harda baş verir? In şəkilçisindən i şəkilçisində baş verir. Niyə? Çünki bu iki şəkilçinin mənsubiyyət vəziyyəti də var. Təsirlik hal vəziyyəti də var. Ona görə də bu problemi yaşayırıq. Yəni, bunun həm də yiyəlik hal vəziyyəti də var. Bu problemi ona görə yaşayırıq biz. Ona görə sən cismin sözünü deyəndə illə başlayan bunu mənsubiyyət kimi də düşünə bilirəm. İllə başlayan yiyəlik kimi də düşünə bilirəm. Sən və yaxud da cismi belə işlətdim. Buna mən mənsubiyyət də deyə bilirəm i şəkilçisinə, həm də təsirlik də deyə bilirəm. İndi ona görə də mən mövcud vəziyyətdə, axı mən yazmışam ki, halda da mənsubiyyətdə də düşür. Mən bilmirəm ki, cismin sözünün tərkibindəki in yiyəlik şəkilçidir, yoxsa mənsubiyyət. Yoxsa burada bilmirəm, təsirlikdə yoxsa mənsubiyyət. Ona görə də cismin sözünün sənin qabağını qıraqda cismin formasında yazsa, desə bu hansı haldadır, denən dəqiq bilmirəm. Niyə dəqiq bilmirəm? Çünki mən bilmirəm oradakı düşmə hadisəsi mənsubiyyət olan inə görədir, yoxsa hal olan inə görədir. Ona görə bu sözün halının mənsubiyyət şəkilçisi olub adlıq halda, yoxsa yiyəlik halda olduğunu dəqiq söyləmək olmur. Amma sən bu sözdə ağlın sözünü işlədəndə burada 100% düşmə olur. Düşmə ancaq nədə baş verdi? Mənsubiyyət. Bu söz 100% mənsubiyyət şəkilçilidir və adlıq haldadır. Amma bunu dəqiq söyləmək olmur. Bu məqama diqqət eləyək. Başqa da bildiyim qədərlə nəsə qalmadı. Ümid edirəm ki, nəsə yadımdan çıxmayıb. Kimsə sualı olsa mütləq desin. Çalışacağım rəylərdə köməklik eləyim. Belə bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.